Salam əzizlərim. Bugün sizlərlə birlikdə peyğəmbərlik mövzusu haqqında söhbət edəcəyik. Dostlar, peyğəmbərlik nədir? Güya hal-hazırdakı bizim bu alimlər əlbəttə ki, yetərincə araşdırmadıqlarına görə, yetərincə tarixə baxmadıqlarına görə güya hər qövmə bir peyğəmbərin gəldiyini iddia eləməyə çalışırlar ki, güya hər qövmdə tövhid əqidəsi olub, tək ilahilik və o ilah oradakı məsum insanlara vəhiy eləyib. Hətta bunu öz ayətlərinlə isbat eləməyə çalışırlar güya. Dostlar, peyğəmbərlik İsraildə ortaya çıxmış bir şeydir. Yəni, peyğəmbərlik İsraildə əvvəl başlamayıb. Adəmin heç tarixdə tam olaraq Adəm adında bir adam olmayıb. Adəmin Afrikalı olduğu gəlir. Bizə Adəmin peyğəmbər olduğunu deyirlər, amma Tövrata baxsanız, Yahudilərin teologiyasına Nuh ilə başlayır peyğəmbəri və hətta İbrahim ilə. Bu da bizə onu göstərir ki, peyğəmbərlik Yahudilərin bir adət-ənənəsi olub. Sadəcə bu bir adət-ənənə olub. Yəni burada bildiyiniz kimi güya deyirlər ki, 124 min peyğəmbər var. Bəzi hədislərdə 224 min olaraq gəlir. Bildiyiniz kimi bu hədis saxtadır. Və bu 124 min sözü əgər düzdürsə, bir məntiq ilə riyaziyyatla fikirləşək ki, təsəvvür edin, hər ümmətə, yəni hər qövmə, hər millətə 400 dənə belə olsa peyğəmbər düşər. Baxaq Yaponiyaya. Bildiyiniz kimi Yaponiya Çindən, sonradan Çindən ortaya çıxmış qədim Çinlilərin Yaponiya adalarına getməyi nəticəsində əmələ gəlmiş bir millətdir. Yaponların babaları Çinlilərdir. Yaponların və Çinlilərin qədim bir tarixi var. İndi 400 dənə peyğəmbər gəlib güya. Bu 400 dənə peyğəmbər necə Yaponlarda olmadı, adları çıxmadı bunların 400-ünün də. Özə təsəvvür edin, bunların ya 30 və yaxud da 20 il yaşayıblar ən azından. Bunlar necə 400 dənəsi? Yəni bunlar göstərir ki, hər ümmətdə tövhid əqidəsi olub. Yəni tək tanrılıq inancı olub. Fəqət bu İslamın saxta bir din olduğuna dəlildir ki, İslamın, Məhəmmədin bu iddiası saxtadır. Bundan əlavə düzdür, olur. İndi hər məsəl üçün İran torpaqları. İranda Zərdüşt kimi,
Bəha Fərid kimi, Mani kimi, kimi peyğəmbərlər olub. Amma bu 400 dənə belə eləmir. Bunlar təkdə-tükdə nadir örnəklərdir. Bildiyiniz kimi tarixdə ilk peyğəmbər, əslində onu peyğəmbər də demək olmaz. İlk tək tanrı inancına inanan və o tək tanrının elçiliyini eləyən şəxs Zərdüşt olub. Sizə burada da danışırlar ki, Adəm tamamilə peyğəmbər kimi olur. Tam mümkün, tarixə uyğun gəlmir də bu yana. Zərdüştlükdə 2 dənə Allah, 2 dənə tanrı inancı olubdu. Ondan sonra Zərdüştün, hətta bir məktublara baxın dostlar, bir dənə xristiyandır deyəsən, Yahudilər yazır ki, siz Musanın, yəni peyğəmbər olduğunu iddia edən Musa, elmi çox böyüdü, yəni hər şeyi bilmirdi. O çox şey Zərdüşt peyğəmbərdən öyrəndi. Zərdüşt də peyğəmbər olduğunu iddia eləyirdi. İndi deyəmmərəm o peyğəmbər olub ya yox. Onların bu iddiaları məsəl üçün Zərdüştlükdə cənnət cəhənnəm inancı var idi. Zərdüştlükdə Məsih inancı var idi. Bunlar sonradan hamısı Yahudilərdə. Bunun kimi Yahudilərdə İbrahimlə peyğəmbərlik başlayıb, yüksəlib, Musa ilə zirvəyə çatıb, Malaki ilə də sona çatıb. Biz belə bir də xurafat deməyim, daha çox isə bu mövzu. Deyirlər ki, güya ki, Tövrat və İncil təhrif olunur və Avestada, Zərdüştün kitabında. Dostlar, bu tamamilə sərt bir iddiadır. Nəyə görə? Çünki ilahi varlığın kitabı təhrif olunmaz. Nəyə görə deyəsiniz? Çünki sənin ağlından, yəni insan, siz demirəm, insan ağlınla ilahi bir varlığın ağlı eyni ola bilməz. O mütləqdir, insan məhduddur. Məhdud bir varlıq, mütləq bir varlığın ayəsini, sözlərini necə dəyişdirə bilər axı? Bu da onu göstərir. Dostlar, İncili də, Tövratı da elə bunlar bu onu göstərir ki, özləri yazıblar. Sadəcə bunlar insanların təsəvvür edin, o dövrdə şərri hökm qoymaq lazımdır, qayda qanunlar qoymaq lazımdır. Buna görə də bunlar özləri təsəvvür edin, bir insan gəlir deyir, filan şeyi filan elə. Məsələn, filan vaxtı filan yeri borc ver. Bu sizə gəlib desə tövsiyə kimi, məsləhət kimi. Siz bunu qəbul eləməyə bilərsiniz. Yəni olmaz, yox eləmişəm. Bu ona görə məcbur qalır, əgər
mistik bir insansa, özünün müqəddəsliyinə, seçilmişliyinə inanırsa, özünü peyğəmbər kimi görürsə, gəlib sizə deyir ki, Allah mənə dedi ki, filan dövrdə filan yerə boş verməlisən. Siz burada qayıdıb cavab verə bilmirsiniz. Nəyə görə? Çünki sözü bu səfər Allah deyib. Siz orada məsuliyyəti dərk edirsiniz. İlahi məsuliyyətidir ki, yəni Allah sizi qiyamət günü bu məsələyə görə sorğu-suala tutacaq. Həzrət, əstəğfurullah, amma elə şey yoxdur. Bu da onu göstərir. Hətta siz Tevrata baxsaz, Quran-Kərimdə də deyir ki, biz elçiliyi, peyğəmbərliyi İsrail oğullarına verdik. Birincisi, Məhəmməd ərəbdir. Sən İsrail oğullarına vermişsənsə, bənətər olur, ərəbdən peyğəmbər olur. Məhəmmədin öz ayələrində özünlə ziddiyyətə düşür. Bu da Məhəmmədin peyğəmbər olmadığının dəlilidir.